Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi Quran ətri verilişində xoş gördük. Yenə dünya ulduzlarından, qiraət ulduzlarından inşallah sizə danışacağıq. Bugünkü verilişimizin qarisi Kamil Yusif Bəhdimi ki, Misir qarilərindəndir. İnşallah onun həyatından danışacaq Allahın izni ilə. Və bunu da qeyd edim ki, verilişimizin qonağı deməzdim, elə aparıcılarıdır. Əziz ustadlar, Ustad Ruslan Qasımov, əzizimiz Hacı və Ustad Seydəli. Xoş gəlmişsiniz hər ikiniz. Allah razı olsun. Salamlayırıq biz də əziz izləyicilərimizi. Allah inşallah kömək olsun ki, layiqli xidmət eləyə bilək. Amin inşallah. Təbii ki, izləyicilər Quran sədasında da görür hər dəfə, hər həftə 2 gün orada sizi izləyirlər Allahın izni ilə. Demək olar ki, hər həftə bir neçə dəfə Salamlaşırıq biz. Yenə də Allahın salamı olsun bizim əziz dəyərli Quran aşiqlərimizə, izləyicilərimizə. O cümlədən də bu şəraiti bizim üçün Quran Zəhmətkeşlər. Bəli, Allah arxasında da oradan da bizim zəhmətimizi çəkən əzizlər. Çoxlarının bəlkə də tanımadığı qarilərdən, tanımadığı deyəndə, yəni qulaqlarına az dəymiş qarilərdən biridir Kamil Yusif Bəhdimi. 1922-ci ildə dünyaya gəlir və zamanəsinin qarilərindən, güclü qarilərindən olur. Niyə görə? Onun səs çalarları digər qarilərdən fərqlənir. Onun zili, yəni ələlxüsus zildə etdiyi manevrləri az qarilər var ki, onu edirlər. Bu Kamil Yusuf Bəhdimidə biz bunu görürük və o cümlədən Kamil Yusuf Bəhdimi təcvid qaydaları, yəni ədaul hurufda, mən mütaliə eləyəndə ustadlar baxıram ki, ədaul hurufa nə qədər bunlar diqqətli olublar və demək olar ki, bunların qəbullanması, yəni bu ki, qədim qarilər bunları qəbullanıblar, imtahandan keçib bunlar ədaul hurufda daha çox məşhur olublar. Məsələn, Kamil Yusifin öz qardaşı belə qari olub, amma o yox Kamil Yusuf Bəhdimini məsələn qəbullanıblar. Qəbul olunmamasının səbəbi bilirsiniz Hacı nə olub? Təqlid. Eyni bilinmirmiş ki, bu özüdür, bu oxuyan kimdir, yəni Bəhdimidir. Maraqlı bir mövzudur orada. Demək olar ki, elə Misirin Quran məktəbi olmasının elə görüntülərindən hesab olunur. Yəni o dövrdən necə ki bizim milli dünyəvi musiqilərdə müəllif hüququ deyilən bir şey var. Birinin oxuduğu üslubun təkrarçılığı və özdə Bəhdiminin öz təkidi ilə qardaşının ki səsi olur, o da gözəl qari ola bilərdi, olur. Amma bir mənalı şəkildə birəbir deyirlər, eyni qardaşı kimi Bəhdimini təqlid eləyirdi. Yəni sizin qarşıda çıxıb, Hacı? Xeyr. Mən araşdıracam, görüm elə bir şey Bəhdiminin qardaşı. Yəni o dövrdən belə hətta öz doğma qardaşının üslubuna görə onu radioya qoymayıblar. Elə bizim də əsli sözümüz odur ki, əziz Quran qariləri əvvəl təqlid eləməlidir. Sonra özləri bir tilavət sahəsində bir şəxsiyyəti olmalıdır ki, yəni bu mənim öz tilavətimdir. Hökmən bu olmalıdır. Bunun həyatında verilişlərimizin həmişə əvvəlində dediyimiz kimi 10 yaşında hafiz olması. 10 yaşında. Elə bir rastlaşmamışıq ki, hafiz olması. Hansı bir qari? Bəli, hafiz olması. Yəni bunlar Quran üçün zəhmət çəkiblər və Quran da bunların ömrünə bərəkət verib ki, dünyanın ayrı bir ucunda onların həyatı danışılır. Təbii ki, Qurana görə danışılır və bunların zəhmətinə görə. Mən bir məsələni qeyd eləmək istəyirəm Hacı. Deyir ki, bu insan özü deyir ki, mən Quranın tilavətinin, əhkamın məclislərdə iştirak etməklə, bəli, öyrənmişəm. Mən elə ona diqqət edirdim, Seyd. Məclislərdə Quran oxumaq nə qədər önəmlidir? Yəni, Hacı Ruslan da təcrübələrindən görür. Hacı, məclislərdə oxuduğun Quran səni bişirdi, bu yerə gətirdi. Mütləq şəkildə. Çünki gedib bir məclisdə Seyd Quran oxuyuruq, insanların təşviqi, hətta müsabiqələrə çıxmaq üçün sənə şərait yarar. Bəli. İnsanların təşviqi, insanların diqqətindən qulaq asması insanda ikinci bir o yeniliyi tələb eləyir ki, gələn məclisdə bundan daha yaxşı. İnkişafa bəli, gedən yol. Bundan daha yaxşı məsələn oxumaq lazım. Misir qariləri ilə bizim fərqimiz bundadır ki, onlar məclislərə gedəndə
ustadların məhzərində oxuyurdular. Ki Ustad Bəhtimi o zamanlarda hətta uşaq yaşlarından ki özünü məscidlərə vurardı, azan vermək istəyirdi. Amma bunun azanı yoxdur aləmdə. Yoxdur, bəli. O azan hansısa səbəblərə görə verilmir, amma çox maraqlı bir mövzudur ki, özü istəyir əzan versin. Əzan verməyə qoymurlar və əsrin iqaməsi zamanında deyir ki, o onları gözləmir namazını, keçir bir tərəfdə başlayır Quran oxumağa. Hətta deyir, elə bir gözəl tilavət edir ki, onlar namazı saxlayırlar, gəlib bunu öz dövrələrinə alırlar. Ondan sonra ona əzan verməyə də icazə verirlər. Amma sözüm orada qaldı, o təcvidə yiyələnmək, onda o zövqü, şövqün yaranması Seyid Əli müəllimin sözünə qüvvət olaraq Ustad Rəfətin və Səlamə Əli Həzin kimi böyük... Biz Rəfətdən danışmışıq. Bəli, böyük dahilərin məhzərində və yaxud onların oxuduğu tilavətləri dinləyə-dinləyə özünə örnək götürürdü. Amma bizim, məsələn, fərqimiz odur ki, biz oxuyurduq. O qədər olub ki, məsələn, tilavətlərimizdə İlkin müəllim mənə zəng eləyib, deyib ki, filan yerdə filan şeyi gərək düzəldək və yaxud mən İlkin müəllimə bir-birimizlə yəni eləmişik. Zaman və məkan həqiqətən öz işini görür. Yəni bizim yaşadığımız həm mühit, həm dövrlər ki, ola bilsin ki, adam Misirdə yaşasaydı, həm tez, həm başqa bir ab-havada, yəni ondan da üstün... İnşallah bizim əcrimiz onlardan da çox olar da. Sözsüz, nə qədər çətinliyə düşsən. Mən şagirdlərə də həmişə deyirəm, dərslərdə də deyirəm ki, müsabiqələri izləyirsiniz. Deyirsən, bəzisi deyir ki, mən bir müsabiqə yoxdur ki, müəllim, mən onu izləməyim. Biz deyir ki, vaxtım olanda. Deyirəm ki, əgər gələcəkdə fikriniz varsa, müsabiqədə iştirak eləyəsiniz, gərək müsabiqələri bir-bir izləyəsiniz ki, bu iştirakçı hansı səhvləri buraxdı, sən onu düzəldəsən, bu hansı, belə deyək, orada bacarığı görsətdi, birinci yerə gəldi, çıxdı. Bu, o minvalda mən deyirəm ki, Bəhtimi özü deyir ki, mən gedərdim, o Quran məhfilləri ki var idi, Quran məclisləri ki var idi, gedərdim, orada iştirak eləyərdim. Ustadların Quran tilavətlərindən Quran əhkamlarını öyrənərdim. Və deyir ki, ilk tilavətlərimi də, Hacı da qeyd elədi, Məhəmməd Rəfət, bəli, Məhəmməd Rəfətin tilavətindən, hətta bir yerdə bilmirəm, sizə rast gəlib yox, deyir ki, bir dəfə eyni ilə Mustafa İsmaili da belə təqlid eləyib. Bəli. Deyiblər ki, niyə? Deyib, ehtiram olsun deyib. O böyük ustaddır deyib. Mustafa İsmaildən demək olar ki, bütün qarilər istifadə edib. Bu nəhəng, nə qədər bu nəhəng. Doğrudan da, yəni bunların mən həyatını oxuduqca Mustafa İsmailin nə qədər nəhəng qari olduğunu yəni görürəm ki, elə bil bulaq olub, bulaq. Həmin dövrün, necə deyim, bu necə insan olub, nə qədər bunun yaradıcılığı olub ki, bütün qarilər bundan Maraqlısı bundadır ki, Əhməd Səbirə ilə ki, Hovzədə səhv eləmirəmsə, Seyid Əli müəllim düzəldərsiz səhvim olsa, Hovzədə bunlar tanış olurlar. O da Misir dünyasında Misirin milli musiqilərinin demək olar ki, şahlarından olub. O qədər varid olub ki... Kamil Yusifin elə demək olar ki, böyük dəstəkçilərindən biri də olub. Musiqini öyrənməyində. Ki, ona çox təkid edir ki, sən musiqini öyrən. Yəni, məsələn, Mustafa İsmailin həyatında bəzi gizlin məqamlar da var. Bilmirəm, onun öz dövründə şəninə görə o şeyləri kontekstdən çıxardıblar. Məsələn, Bəhtiminin verdiyi əzanın nəyə görə ortalıqda olmaması özü bir mövzudur. Mustafa'nın dövrü də, yəni mən ustadlardan eşitdiklərimi deyə bilərəm. Böyük Quran ustadlarının dediyinə görə Mustafa İsmail özü musiqi elminə varid olan adam olub. Nəinki sıradan bir, məsələn, Quranı, məsələn, 50 dənə Quran qarisini oxusun, hərəsindən bir muğamı bu yolla öyrənsin. Bir də var ki, musiqini elmi şəkildə, not anlamı ilə, yəni bizim konservatoriyada tutaq ki, biri gedir ki, mən vokalı öyrənim, notları öyrənim. Bu formada musiqini bilmiş bir şəxs olubdur. Hansının həyatını belə də mütaliə eləyəndə görürsən ki, bunlar hər biri musiqi məktəbini də keçiblər. Və əziz qarilərimiz də bilsinlər ki, yəni bu haqda məlumatları olmağın çox bunlar üçün faydası var. Biz yarışlarda görürük də, yəni o uşaqlar ki, yəni qarilər ki, bu gün yarışırlar bizim Quran sədası yarışında.
notları bilən qarilərimiz var, notları bilməyən qarilərimiz var. Yəni notları bilməyən qarilər görürsən ki, məsələn, qərarı oxuyur, ikinci cavabı oxuyanda istəyir ki, cavabı oxusun, bir not dəyişir, qalxır, keçir yuxarı notlara. Yəni hər etapda bir not dəyişir. Biz bunu görürük də. Amma o uşaqlar ki, o qarilər ki, onlar notlardan xəbərdardılar. Dərhal görsən ki, yəni o meylənsə də notdan çıxmağa görsən ki, dərhal qabağını alır. Bilirsən ki, xəbərdardır. Burada da, yəni Mustafa İsmailin və yaxud da Bəhdiminin, mən orada bunu demək istəyirəm ki, həmin o musiqişünas ki, Bəhdimiyə, bunlar çox bir yerdə sıx əlaqələr olur bunların arasında. Orada demək olar ki, Bəhdimini təlimatını o verir. Bəli. Bəhdiminin aşağı notlarda, orta və yüksək notlarda manevrlərin bizim dəyərli izləyicilərimiz, qarilərimiz ələlxüsus gedib YouTube-da İbrahim surəsi və Fussilət surəsini baxsınlar. Kamil Yusuf Bəhdimi yazsalar, Fussilət surəsi ərəbi yazanda daha tez tapmaq olur. Bizim dildə yazanda biraz çətin olur. Orada baxsınlar, görsünlər ki, nə qədər həm aşağı, həm orta, həm yüksək notlarda manevrlər edir. Zillərdə hətta o Fussilət surəsi haqqında deməli Misirin Quran qarilik və Quran haqqında yazarı olub və çoxunun özdə çoxlu möhtəşəm əsərləri də var. O mərhum Bəhdiminin bu Fussilət surəsinin tilavəti haqqında deyir ki, Fussilət surəsi kimi tilavət mən ustadımız, böyüyümüz, bizim dilimizdə deyirsən, ağamız Mustafadan da belə üzr istəyirəm onun huzuruna ki, yəni Mustafanın özünün də ona çatacaq bir tilavəti yoxdur. Şah əsəri olur. Deyir, o tilavət bizi yerdən behişdə aparır. Yəni elə bir tilavəti doğrudan mən özüm dinlədim o tilavəti, necə bir möhtəşəm bir tilavət. Çox gözəl bir söz. Əziz izləyicilər də doğrudan maraqlı gəlsə, yazsınlar, baxsınlar ki, görün necə bir tilavət oxuyublar. Doğrudan da keçən verilişimizdə yadınızdadırsa, o ustad mövzusuna ki, biz qısa bir keçid eləmişdik. Həqiqətən o Bəhdiminin ustadlarının üslublarını yad eləməsi bir çox tilavətlərinin əvvəllərində onlara bir işarə eləyərmiş, onların ehtiramına görə. Dəyər veriblər, bəli. Onların ehtiramına görə onları yad eləyərlərmiş o. Yəni məqsədləri... Biz verilişlərimizdə demişdik onu. Yadınızda Tahal Fəşna və yaxud Əli Məhmud deyir ki, mən özümü onlara borclu bilirəm. Üzr istəyirəm, onların adlarını çəkərdilər. Bəli. O ustadın adını çəkməklə, həm də ondan bir balaca bir şey oxumaqla ustada olan ehtiramlarını ifadə edirlər. Hansı ki, deyir ki, məsələn... Yəni, nə qədər ustad olsa belə, onlara borclu. Məsələn, Bəhdimi, ustad Rəfəti, Mustafa İsmaili kamil şəkildə oxuyan bir qari olmağına baxmayaraq, deyir, zaman keçdikcə, o musiqişünasdan, o yol alandan sonra ki, musiqiyə dərindən yiyələnir və öz üslubunu ortaya qoyur. Yəni, haradasa 12-13 il sonra təxmini, ondan sonraki tilavətlərinin heç birindən nə Rəfətin iyi gəlir, qoxusu gəlir, ətri gəlir, nə də Mustafa İsmailin ətri gəlir. Özünü ortaya qoyur və özünü ortaya qoyandan sonra o birisi ustadları xoş yad eləyir. Tilavətinə baxanda Hacı, Rəfətin yolu daha çox görünür Kamil Yusuf. Yəni də bilirsiniz nə demək istəyirdim müəllim? Deməli, doğrudan bu insanlar nə qədər ustadlara, o insanlar ki, onlardan istifadə ediblər, dəyər veriblər. Bu insan deyir ki, mən özümü borclu bilirəm bu insanlara. Bunların gedib qiraətində mən öyrənmişəm tilavət əhkamın. Bu bilirsiniz nə deməkdir? Əslində qalanda, yəni insanlar, bütün o hər şəxs bilməlidir ki, o insanlar ki, ona dərs öyrədiblər. Keçən dəfədə bizim bir ustadlardan bir Həzrət Əli əleyhissalamın dilindən bir hədis nəql elədi. Dedi ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul olaram. İnsan hər bir halda bilməlidir ki, ustadlar ki, sizə dəyər veriblər və sizlərə zəhmət çəkiblər, onların dəyərini itirməmək lazımdır. Mövzunun mənəvi tərəfinə istəyərdim qısa işarə eləyim. Bu sözləri ki, biz buradan deyirik, məsələn, şəxsən özümüz üçün deyirəm, mən öz tərəfimdən deyirəm, biz heç bir dərsin müqabilində, şükürlər olsun aləmlərin Rəbbinə ki, pul müqabilində dərs deməmişik. Ömrümüzü həsr eləmişik, heç kim deyə bilməz ki, məsələn, İlkin müəllim, ya Ruslan müəllim pul müqabilində dərs deyib. Allah rızası biz dərs demişik və onun əcrini
tələbələrdən bu şəkildə istəmirik. Elə. Heç bir tələbədən. Yox, mən nə də özlərinin Əhsən, üçün mən onu deyirəm, əsl sözümün məsələ. canı budur ki, o əxlaqda, o əqidədə olmaq onların üstünlüyüdür. O Quran-ı Kərimdə bir ayə var ha ki, Allah Teala deyir: "Qul la əsəlukum alayhi ecran illa'l meveddete fil qurba." Yəni ki, peyğəmbər deyir ki, Əslisi belə olar hacı. Və ma sa'altukum min ecrin fəhuvə lakum. Əgər mən sizdən bir şey istəyirəmsə, onu sizin özü üçün istəyirəm. Yəni Həzrət Peyğəmbər orada özü üçün istəmir də, cümlənin əvvəli budur ki, mən sizdən heç nə istəmədim illa'l meveddete fil qurba. Əhl-i-beyti sevmək peyğəmbərə heç nə vermir. Sizin özünüz sevənə nəsə verir. Yenə özü üçün bir şey istəmir. Yenə o tərəf üçün istəyir. Orada bir mənəvi hal var ki, o ruh insanı qaldırır. Hacı, O mənəvi hal insanı bir qaldırır. ruhaninin dilindən eşitdim, Allah şahiddir, səmimi bir verilişdə. O deyirdi ki, bir nəfər mənə qayıtdı, dedi ki, mən sənə ehtiram eləyirəm. Dedim, valla mən ehtirama ehtiyacım yoxdur. Əgər sən bir ehtiram eləyirsənsə, o sənin özün şəni daha yüksəldir. Yəni mənim o günlərə ehtiram verilsə də, verilməsə də. Seyid, bunu qoy deyim, heyfdir. Deyib onu da deyim ki, Seyid biraz verilişə gecişdi, Hacı Ruslan. Və biz Hacı Ruslanla bir səmimanə söhbətimiz oldu. Orada belə bir... Allah mənim köməyim olsun onda. Belə bir söz keçdi orada. İnsan şükür əhli olmalıdır. Bəli. Yəni, bu sözün üstündən deyirəm. Qani və Qarilər, olar ki, bu qarilər ki, özlərindən qabaqçı qarilərdən istifadə ediblər. Hətta dərs almayıb, gedib tilavətində oturub, indi dediyin kimi. Nə qədər şükranlıq eləyir, nə qədər, üzr istəyirəm, adı sözümü bitirim, nə qədər onun haqqında harda gəldi, məsəl üçün təşəkkür eləyir. Amma mən onun tilavətindən istifadə etmişəm. Yəni, ümumilikdə insan şükür əhli olduğu zaman Allah ona bərəkət verəcək. Bəzən vaxtı görürsən ki, kimsə bir qaridən öyrənib, gizlədir ki, mən ondan dərs almışam. Sənin nəyini əskiləcək ondan dərs almaqla? O şeylərlə çox rastlaşmışıq İlkin müəllim. Amma bir maraqlı bir şey də deyim sizə. Bu dünən ki, canlılarımızın birində bir tələbənin etirafı oldu. Bəlkə də tanıyırsınız o əzizimizi. Heç bir yarışmada deyəsən iştirak edeyim, amma gələn müsabiqələrə inşallah fikrimizdə var ki, o əzizimizi yetişdirək, efirə çıxsın inşallah, müsabiqələrdə iştirak eləsin. Dedi ki, buradakı Ustad Bəhdiminin bir sözü var, etirafı var, mən ustadların məclislərində öyrəndim, nə öyrəndimsə. O uşaq deyir ki, mən deyir, heç bir müəllimim olmayıb, amma deyir, mən neçə ildir sizi dinləyə, Ruslan müəllim, mən bu cürə oxuyuram. Siz inanırsınız ki, onun elə gözəl və elə sərrast tərtili var, tərtillə oxuyur. Hələ ki, mən indi başlamışam ondan avaz bəli, təhqiq üslubunda oxumaq. Yəni, dinləməklə belə həqiqətən insan o eşqlə, dinləməklə belə o məclisi tilavətlərdən nəylərsə öyrənə bilir, nəylərsə əxs eləyə bilir. Burada insana lazım olan ən vacib şərt yenə də musiqi duyumunun və ümumiyyətlə duyumun olmasıdır. Bəhdimi 64-cü ildə səhv eləmirəmsə radioya qəbul olur Seyid. 1964-cü ildə radioya qəbul olur, yəni qəbul edirlər və ondan sonra xidmətin orada davam elətdirir və onun səs yazıları da... Maraqlıdır ki, onlara bu radionu niyə görə özlərindən böyüklərin təkidi ilə, elə bil o dövrdə də radioya biraz... Onlarda qari çox olub. Və o qarilərin içərisində kimləri ki, görürlər potensialı var, onu dəvət edirlər ki, daha seçimli. Seçimi bir daha seçiblər də, belə deyək. Seçilənləri bir daha seçiblər. Bu, Bəhdimi Hacı bir məsələni də istəyərdim, doğrudan lazımlı bir məsələdir və hamı üçün lazımdır. Bəhdimi deyir ki, mənim doğrudan borclu bildiyim ki, bu sahədə nailiyyətim üçün insanlardan da biri dostumdur. İnsanın dostunun insanın həyatında nə qədər təsiri olacaq? Quran ayəsi də var ki, kimlərlə dostluq elə, hətta o ayə var ki, ləmittəxəz filanən xəlilə, qiyamətdə bəzi insanlar peşmançılıq eləcək ki, filan kəslərlə oturub durmaydım. Doğrudan bəzi insanlar var ki, onlarla oturursan, oturanda görürsən ki, lazımsız söhbətlər edir, insan Allahdan uzaqlaşır və onun abu havasından çıxmağa insan üçün nə qədər vaxt lazımdır. Bəzi insanlar var ki, onlarla oturursan, Allah yadıva düşür, ancaq Qurandan danışılır, ancaq hikmətli sözlərdən danışılır. Baxırsan ki, insana nə qədər xeyir var. Quran ayəsi var ki,
buyurur ki, təavənu ələl birri və təqva. Bir-birinizə kömək eləyin yaxşılıqda və təqvalıqda. Və la təavənu ələl ismi vəl udvan. Günahda, nə bilim, düşmançılıqda bir-birinizlə dostluq eləməyin. Görürsən ki, bu insan deyir ki, mənim həyatımda dostumun nə qədər önəmi var. Doğrudan insan bu məsələlərdə diqqətli olmalıdır ki, yəni gərək əhli Quranla oturub durasan ki, səni yönəldə. Nə qədər insanlar var ki, Quran məclisində gəlib oturub Ruslan müəllim kimi, İlkin müəllim kimi və bizim başqa qarilərimiz kimi ki, onların tilavətindən təsirləniblər, gəliblər yenidən Quran dərslərinə başlayıblar. Elə mənim özümün yadıma gəlir, yadınızda varsa bir dəfə bir Quran məclisi olacaq idi. İlkin müəllim də gəlmişdi oraya. Ruslan müəllimin xəstə olduğuna görə iştirak eləmədi. O verilişdən ki, Quran məclisi qutarandan sonra neçə nəfər şagird yaxınlaşdı ki, o qədər xoşum gəlir, istəyirəm mən də Quranı öyrənəm. Təşviqdir də. Bəli, bunların çox təsiri var. İnsan gərək yəni yoldaşın seçimində də belə deyək, diqqətli olmalıdır. Bunlar hamısı önəmli məsələlərdir. Bu insan da deyir ki, həmən bu Əhməd Səbrə, bəli, Əhməd Səbrə mənim belə deyək, qari olmağımda, musiqini öyrənməyimdə, irəli getməyimdə nə qədər təsiri olur? Mütləq şəkildə. Xidmətdir. Yəni, hər kəs Qurana xidmət edir, Allah da ona kimi olsun. Elimizdə, obamızda uşaqlıq yaşlarından ta böyüyənə qədər valideynlərin, böyüklərimizin qarşısına qoyduğu bəzi məqsədlər olur. Və bugünkü gəncliyin Quran sahəsindən biraz kənarda qalmalarının səbəbini mərhum Bəhdiminin həyatına baxışda biraz düşündüm o barədə. Ki, məsələn, övladlarımızı hazırlıq dərslərinə göndəririk, universitetə daxil olsun və onlar gələcəkdə pul sahibi olsunlar, var dövlət sahibi olsunlar. Amma məsələn, o qədər universitet oxuyan insanlar var ki, onlar bu gün də məsələn öz sahələrini işlədə bilmirlər, ya düzgün oxumayıblar, ya savadsızlıq, ya müəyyən qədər məsələn kadr azlığımı deyim, yer azlığımı deyim, hər hansı səbəblərdənsə çox məsələn oxumuş insanlar var ki, onlar bu gün əllərində pul yoxdur. Dünya onların əllərinə gəlib çatmayıb. Ustad Bəhdimi ki, Quran tilavətlərindən günlərin birində ona bir az miqdarda ehsan eləyirlər. Və onların deyir, həmən zamanda ailə durumları çox zəif idi. İmkan baxımından çox zəif idi. Deyir, gətirir o pulu verir anasına. Anasına deyir ki, bu Allahın verdiyi bir nemətin müqabilindədir da, bu bərəkətli puldur. Verir anasına və söz verir anasına ki, bizim bu Quranın yolu ilə Allah bizə gözəl güzəran nəsib eləyəcək. Və sonradan deyirlər ki, onun həqiqətən də həyatı dəyişir. Şöhrət tapdıqca, yəni ailə durumu, maddi durumu, yəni bu şeylərin nizamı bizim əlimizdə deyil. Yəni mən bugünkü məsələn səsi olan uşaqların belə başqa sahələrə yönəlməsinin böyük əksər səbəblərinə birini bu maddi məsələlərdə görürəm. Ki, yəni ruzi Allahın əlindədir. Ruzini verən Allahdır, istər Quran sahəsində, istər musiqi şünaslıqda. Yanaşmadan çox şey asıldı Hacı. Yəni sən Qurana hansı növ, hansı formada yanaş? Dünyəvi yanaşsan, mən təcrübədə onu deyirəm, üzr istəyirəm Hacı, dünyəvi yanaşsan Quran-ı Kərimə, təbii ki, onun heç bir faydası olmayacaq. Amma üxrəvi yanaş. Quran sənət üxrəvi yanaşanda Allah o yollar ki var, olar. Bəli, dünyanı da verir axirətdə. Sözünüzün əvvəlində ki, dediniz, naşükürlük məsələsi. İnsan əgər həqiqətən qane olmalıdır, Allahın verdiyinə qane olsa, o qənaət hər şeyi həll eləyir. Həzrət Peyğəmbər buyurur ki, bunu mən öyrənmək üçün dedim ki, yəni qaçmasınlar, səs nə gözəl Quran sahəsində, Allahın kəlmələrini zümzümə eləyəsən, onu avaza çəkəsən, yəni başqa sahələrdə də təbii ki, lazımdır, amma o səsin sahibi gəlib Quran-ı Kərim tilavət eləsə, bir də var gedir, məsələn, hansısa dünyəvi muğamlar oxuyur, estradalar oxuyur, o səsin haqqı var, o səsin sorğu-sualı var. Sorğu-sualı var, bəli. Yəni, Həzrət Peyğəmbər buyurur ki, var dövlət istəyirsən, qənaət yetər. Yəni, olanına insan qənaət eləsə və şükür eləsə, and olsun Allahın izzətinə ki, Allahın açdığı qapıları heç kim aça bilməz, Allahın bağladığı qapıları heç kim bağlaya bilməz. Odur ki, tövsiyəmiz budur ki, ruzinin
çox və yaxud az olmağı ehtimalını verib Qurandan uzaq düşməyək. Dürsüz, bu Quran məsələsinə gələndə Bəlkə də o ayədə ki, deyir, Quranı ucuz satmayın, elə bu ayədə buna şamil ola bilər. Quran, bəli də, elə onlar da ümumiyyətlə Quranın ki, mənası genişdir, onlar da ola bilər. Amma mən nəyi demək istirdim hacı? Bu ki, siz deyirsiniz ki, insanlar yəni başqa sənətlərə gedirlər. Təbii ki, onlar hamısı olmalıdır, amma bu Quran ki, bizim kitabımızdır. Bizim bunun qarşısında da bir məsuliyyətimiz var. Ki, Quran buyurur ki, Peyğəmbər qiyamətin günündə şikayət edəcək ki, mənim ümmətim bu Quranı yüngül saydılar. Yəni buna səhlənkar yanaşdılar. O bir mən ustadın dilindən, müəllimin dilindən eşitdim. Deyir ki, doğrudan acınacaqlı bir məsələdir ki, hacı. Bir də görürsən, evladımız dərsin yaxşı oxumayanda, yaxud məşğələ dərslərin yerinə yetirməyəndə o qədər narahatıq ki, bu uşaq oxumur, fikirləşirik bunun axırı necə olacaq. Deyir, amma görürsən ki, həmən atanın evladı Allahın vacib bildiyi namazı qılmır, amma valideyn narahat deyil. Allahın kitabı ki Peyğəmbər buyurur ki, Ya Rəbb, innə qavm ittəxədu hadəl Quranə məhcura, ki, bu yüngül tutdular bu Quranı. Yəni, əhəmiyyət vermirlər və narahat da deyirlər. Amma bir halda ki, bunlar bəli, təbii ki, dərslər də lazımdır, o dərslər də önəmli məsələdir və onu ilə yanaşı Allahın kitabına da əhəmiyyət verilməlidir. Bu da narahat edici bir məsələdir. Bütün valideynlər özlərində məsuliyyət hissi olmalıdır ki, evladımız Quranı öyrənsin. Rəbbimiz Rabbənə ətinə fid-dünya həsənə və fil-axirətə. Yəni, həm dünyanı, həm axirəti. Yəni, biz əgər bu dünyada dünyanın idarə olunması üçün elmlər öyrəniriksə, biz onun üxrəvi tərəfində mütləq düşünməliyik. Onda üxrəvi tərəfi namazdır, oruçdur, Quran-ı Kərimdir. Elmi tərəfdən yanaşanda Bəhdiminin haqqında belə bir söz də var idi ki, o ləhində çox məharətli idi. Hətta onun bəzi ləqəblərindən biri onun oxuduğu tilavət üstündə veriləsi təfsirlər. Yəni, təfsir alimləri deyirdi ki, birdən əgər təfsir yazmasaydıq, Bəhdiminin vəqf və ibtida yerləri bizə kifayət eləyərdi mənanı dəqiq çıxartmaqdan ötürü. Ustadlar, bilirik ki, Bəhdimi xəstələnir və onun oxumağı, belə deyə, yarımçıq qalır və insanların arasında da Bəhdiminin səsinin getməsi haqqında, yəni bir gün pozulacaq deyə, bir gün nəsə olacaq deyə bir şayələr kimi. Yox. Yəni, elə bir təsəvvür yox idi ki, bunun səsinə nəsə ola bilər. O da bir imtihan. Amma Allah, Rəbbimiz onu elə həmin o səsdən imtihan edir. Hər kəsin bir imtihanı var. Bəzən deyirlər zəhərlənir, bəzən deyir nəsə səsin əldən verir. Yox, elə deyil. Mən icazə versəz, qısa şəkildə danışardım onu. Bəhdimi, bunu da deyim, çox maraqlıdır. Bilmirəm, o ustad hansı formada tilavət eləyərmiş ki, ya çox oxumazmış, bəzən anidən görsənərmiş. Deyirlər ki, ustad Bəhdimi Quran oxuyacağı günü eşidənlər həmən günü bayram hesab eləyərdilər. Yəni, onu bayram kimi qəbul edirlər ki, Bəhdimi Quran oxuyacaq. Və o ömrünün sonlarında ki, möhtəşəm tilavətlərindən biri çox zil səs pərdələr üzərində oxuya-oxuya anidən deyir, o tilavəti saxlayır. Tilavətini saxlama səbəbi də dilinin tutulması olur. Deyir, oxuduğu yerdə dili birdən-birə o pəltək kimi davranır. Yəni, ona görə ehtimal edirlər ki, zəhərlənmə. Yox, zəhərlənmə deyildi. O, həmən tilavəti yarımçıq saxlayırlar, oradan onu gətirirlər həmən zamanın böyük bir doktoruna. Xəstəxanasına gətirirlər, yerləşdirirlər və bir həftə ondan sonra bəlli olur ki, bu beyin qanaxması keçirdir və o beyin qanaxmasının təsirindən də dili oxuduğu yerdə tutur. Odur ki, yəni oxuyan zaman, bu da bir maraqlı bir mövzudur. Yadınızdadır, siz Ustad Bəsyuninin bir tilavətini göstərdiniz mənə verilişdən öncə. Və onu bir mövzu kimi danışdıq. O nəfəsi bitəndən sonra
özünə Gör gələnə necə, qədər simasının rəngi ağardı, gözləri biraz batdı, çıxdı. Belə biraz çətinliklə özünə gəldi. Bilmirəm sizdə baş verib yoxsa yox. O zil pərdələrdə və uzun nəfəslərdə diafraqma ilə oxuyursansa, onu gərək... O İbrahim surəsində elə qeyd olunub da ki, yəni pərdələri elə yüksək, məsələn, bir not dəyişmək var, üç not dəyişək. Pərdə yuxarı səsi götürərək. Musiqişünaslar oturub onu təhlil belə eləyir. Bəli, Haziyə göstərdim, onu segahda 3 not gedir yuxarı. İnsan nəfəs o naporla, o güclə ki, şiddətlə ki, nəfəsi verirsən və boğazda sıxırsan o havanı, güc düşür beyinə. Və o zaman gör nə qədər təhlükə ilə insan həqiqətən üz-üzə gəlir. Yəni, əziz izləyicilərimiz Quran-ı Kərimi oxumaq belə, o zil səslərlə çünki nəfəs alınmır axı, yəni baxın, milli musiqilərimizdə bizim hər an o əruz vəznində də olsa, heca vəznində də olsa, məsələn, dəhənin dərdimə dərman dedilər cananın, belə bir şey oxuduq. Nəfəs ala bilirsən orada. Zil pərdədə də olsa, haradasa bir şey nəfəs ala bilirsən. Amma Quran-ı Kərimin tilavətində nəfəs almağa icazə olmayan yerlər var. Mən nə demək istəyirəm, Hacı? Yəni, uzun nəfəslə çatdırır, nəfəs gedir, güc düşür başa, hətta insan beyin qansızması ilə də üz-üzə gələ bilər. Hətta o... Və üzr istəyirəm, ustadın rehlət səbəbi də budur. Bizdə ən çox nəfəs 17 saniyə ya 16 saniyə Sabir Mirzəyev birbaşa boğaz vurub çağırgahda, onu deyirlər. Amma qarilərin oxuduğu biz saniyələrə baxırıq, 60 saniyə, 80 saniyə, 70 saniyədən 45 saniyə. Bütün varlığı ilə. Onda bəli, əlbəttə ki, insan göz qaralmasına, baş gizlənməsinə gətirib çıxarda bilir. Cavan olanda bilinmir, amma biraz yaşlaşandan sonra artıq bilinir. Beyin istəyir həmən yeri oxuyasan, amma vücud ona çox əl vermir. Quranın bərəkətini Allah əlimizdən almasın inşallah. Bəli, dəyərli ustadlar, istərdim sonda bunu deyim ki, Kamil Yusuf Bəhdiminin bir boğazı var oxuyanda. Onu göstərmək də biraz çətindir. Yəni, onu təqlid də biraz mümkün deyil. Çətindir. Mümkün deyil, yəni çətindir. O, sanki bizim milli boğazlardandır. Bilmirəm, diqqət eləmişsiniz ya yox. Bəhdiminin bəli var. Bizim milli boğazlara yaxın boğazı var. Sadəcə bizdə təkrarlar çoxdur milli boğazda, amma onda bir dənə vurur, ya da 2 dənə boğaz vurur. 2 dənəni artıq mən görməmişəm, müşahidə eləməmişəm. Adətən bir boğaz vurur, o bizim milli boğazlara çox oxşayır. Mən şəxsən deyim ki, Bəhdiminin, ustadın, Allah rəhmət eləsin, öz üslubumu itirməyim deyə, yəni çoxlar bilirlər, əzizlərimiz bilirlər, insan bir həddə qədər təqlid edir, sonra mən çalışmışam ki, çox təqlid oxumayım, ona görə ustadın tilavətlərini çox dinləməmişəm. Amma son dönəmlərdə ki, artıq bu verilişləri biz başlamışıq çəkməyə, insan istər-istəməz o ustadların tilavətlərinə baxır və həqiqətən möhtəşəm tilavətlər var. Sizin dediyiniz boğazlar da, belə deyək, 2 cür boğazlardan istifadə edilir, təhrirlərdən istifadə edilir. Həm surətli təhrirləri var, çox xırda təhrirlərdən istifadə edilir ustad, həm də ara məsafələri biraz geniş olan təhrirlərdən. O dediyiniz təhrirlər inşallah gələn verilişimizdə nəsib olsa kopyalayaram. Allah sizdən razı olsun. Təşəkkürlər. Allah sizi bu xalqa, bu cəmiyyətə çox görməsin. Bəli, dəyərli izləyicilərimiz, çatdıq verilişimizin sonuna. Ümidvaram siz dünya qariləri haqqında əlavə olaraq mütaliə edəcəksiniz və onların əxlaqi, mənəvi və səs keyfiyyətləri haqqında geniş məlumatlar alacaqsınız. Hələ ki, bu qədər biz danışa bilirik. Allah sizdən də razı olsun. İnşallah gələn verilişlərdə görüşmə ümidi ilə hər birinizi uca və əzəmətli Rəbbimizə əmanət edirik. Sağ olun. Sağ olun. Allah'a əmanət. Allaha əmanət olun inşallah.